Günahı məndə gör, təsəllin olsun. Günahkar birisi nəyinə lazım, qismətim olmayan. Bir baxış yetər, aləm qarışar, bu ürək titrer, sənlə dolanar. Bir bakış yeter, alem karışar, bu yürek titrer, seninle dolanar. Ne yapıyorsun mesela? Bir bakış yeter, alem karışar, bu yürek titrer, seninle dolanar. Haydanalım seni, gel gel, ele bakma dadanalım. Bakışların aldı canımı, aldı canımı, aldı canımı. Benim çetin anımda, dayanımsan yanımda, sevgin ahır kanımda. Sen sen milyonların içinde, tek sen gözümde, seni tapmışam özümde. Sen sen. Neydin sevgime hatir neyledin, yine dözdüm yine her bir şey bir neyledin. Çox pis xəstəliklər gəzir. Deməli, qrip olmuşdum hardasa 1-2 həftə bundan öncə. Qızdırma olmadı, amma məndə quru öskürəyi qalıb, qətiyyən getmir. Baxmayaraq ki, dava dərman, hər dərmanı istifadə etməsəm də, yenə də yəni bu dərəcədə qıcıqlanma olmayıb məndə. Həddindən artıq qıcıqlanma var boğazımda və bu öskürək getmir. Amma digər ailə üzvlərində, eşitdiyim insanlarda hətta 40 dərəcəyə yaxın qızdırma da verə bilir bu virus, bu xəstəlik. Ona görə də ehtiyatlı olun. İlk gəlməmişdən öncə şəkəriniz falan yoxdursa, mütləq ki balla süd, ballı süd və yaxud da balla su mütləq ki boğazınızı belə içən kimi qoy yandırsın o bütün mikrobları, həm də xəstəliyi yüngül keçirəsiniz.